Adəm müəllim, artıq yaşıl dəhlizimiz də var. Gömrükdə islahatlar başa çatdı mı? Yəni bundan sonra biz rahat şəkildə nəfəs alıb deyə bilərikmi ki, bir vaxtlar cəmaatın narazı qaldığı, xüsusilə bu mal aparıb gətirənlərin narazı qaldığı, negativ proseslərə son qoyuldu, ümumiyyətlə rüşvət falan bu məsələlərdən qalxdı deyə bilərikmi bir mənalı şəkildə? Bir mənalı şəkildə bunu deyə bilərik. Amma gömrük elə bir sahədir ki, orada təkmilləşdirmə işi daimi olaraq davam etdirilməlidir. Ən mühüm atılan adımlardan birisi ölkə başçımızın 21 may 2016-cı ildə Yaşıl Dəhlizlə bağlı imzaladığı sərəncamdır. Çalışaram izah eləyəm. Yaşıl Dəhlizin tətbiqi gömrük orqanları tərəfindən rəsmiləşdirilmə zamanı əngəllərin götürülməsi ilə bağlı, minimum səviyyəsinə salınması ilə bağlı olan bir qərardır. Maksimal srok müəyyən olunub avqustun 1-i. Amma biz imkan daxilində çalışacağıq bunu daha da tez tətbiqinə başlayaq. Mən bir vətəndaş olaraq hansı sadələşdirmələri əldə edəcəm? Yaşıl dəhlizin tətbiqi, bu bilirsiniz, yük daşımalara aiddir. Yaşıl dəhliz, deməli, sənədlər təqdim olunarkən gömrük baxışı nəzarətə həyata keçirilmədən yüklərin təyinatı üzrə çatdırılmasıdır. Mavi dəhliz ona oxşar bir dəhlizdir, ona oxşar bir tətbiqdir. Sadəcə olaraq burada post audit gömrük tərəfindən post auditin keçirilməsidir. Sarı dəhliz, burada artıq bütün lazım olan sənədlər təqdim olunmaqla, burada deməli, zəruri lazım olanda gömrük baxışın yüklər boşaldıqda və təyinat üzrə artıq söhbət, yəni təyinatı, belə deyək, idxalçının anbarından söhbət getmir. Təyinatı üzrə çatdırılaraq müəyyən anbarlarda həyata keçirməklə, qırmızı dəhliz isə bu, belə deyək, daha riskli deyərik, yüklərin tətbiqidir. Gömrük nəzarətinin funksiyaları tam şəkildə həyata keçirilməklə. Həmin qanunvericilik aktındadır, o post auditin hansı faizləri, hansı şəkildə tətbiq oluna bilər, bu da izah olunur. Yəni, gömrük orqanları tam əmin olmalıdır ki, şərtləri riayət edirlər ya yox, orada da post audit həyata keçirilir. Sadəcə olaraq həmin sərəncam, o post auditin keçirilməsi 10%-dən yuxarı ola bilməz. Mavi sarı dəhlizdə bu 50%-ə qədər nəzərdə tutulur. Bu qırmızı dəhlizdə isə bu söhbət 100%-lik, deməli, gömrük nəzarətinin həyata keçirilməsindən gedir. Mən soruşmaq istəyirdim ki, bunu necə müəyyənləşdirəcək ki, tutaq ki, bu yaşıl dəhlizdən keçməlidir, yoxsa sarı dəhlizdən keçməlidir, yoxsa o digər dəhlizlərdən keçməlidir? Bunu hər halda müəyyənləşdirən də insan olacaq yəqin, yox? Deməli, risklərin idarə olunması, yəni hansı dəhlizlərə hansı yük aid olunur, nə deməkdir? Burada bir neçə amil var. Birincisi, təhlil olunmalıdır idxalçı. Onun əvvəlki fəaliyyəti. Gömrük orqanlarında borcu var ya yox, əvvəllər hansısa bir pozmalara yol verib ya yox, öz ucbatından gecikmələrə sənədləşdirmə zamanı yol verib ya yox və s. İdxalçının eyni zamanda yalnız gömrük orqanları ya yox, digər orqanları, sahibkarlıq fəaliyyətinə nəzarət edən, sahibkarlıq fəaliyyətini həyata keçirərkən, vergi ödəyicisi kimi, yəni vergi orqanları qarşısında bunun hər hansı pozuntusu var ya s. Bu, belə deyək də, yaşıl dəhlizə layiq olan orqandır, yəni bunun problemi heç vaxt olmayıb və s. İkinci bir amil, burada söhbət yüklərdən gedə bilər, yükün özündən, kəmiyyətindən. Söhbət gedə bilər, yüksək rüsuma cəlb olunan, eyni zamanda təhlükəli yüklərdən gedə bilər. Qarışıq yüklərdə də müəyyən problemlər yaşana bilər. Çünki adətən təcrübə onu göstərir ki, belə yüklər olanda bəzi, belə deyək də, iş adamlarımız yüksək rüsuma, qarışıq yüklər olduqda, yüksək rüsuma cəlb olunan yüklərin sayını az göstərməklə az rüsuma cəlb olunanların sayını artırırlar və s. Belə bir problemlər yaşana bilər. Daşıyıcılardan söhbət gedə bilər. Daşıyıcının nə vaxtsadır, yəni baxır hamısı yükləri daşıyır. Bunun gömrük orqanlarında qarşısında hər hansı problem var ya yox. Daşıyıcı funksiyalarını həyata keçirilən sürücülər, özləri, bu şirkətdə məsələ üçün işləyənlər ya da fiziki şəxssə bu funksiyanı həyata keçirilirsə, öz tərəfindən qanunsuz hər hansı bir daşımalar həyata keçirilirsə, avtomaşında öz üzərində nəyisə gizlətmək istəyir ya yox. Bütün bunlar hamısı təhlil olunacaq. Bəzi hallarda hətta təhlil oluna bilər ixracatçı tərəfindən də göndərilən yük. Adi bir misal, məsələ üçün, son vaxtları bu 2 dənə girayinlə bağlı göndərilən o 500 kiloqram ətrafında olan o iri həcmli girayinlə bağlı, məsələ üçün, göndərici şirkət birdirsə, aydın məsələdir ki, belə bir şirkəti baxmayaraq ki, Azərbaycanda fəaliyyət göstərmir. İxracatçıdır, amma onun hər hansı bir yükü əraziyə artıq daxil olarkən, bu aydın məsələdir ki, qırmızı xəttə ola bilən bir şirkətdir. Azərbaycanın gömrük sistemi elektron bəyan etmə sisteminə keçdi. Nə dəyişdi? Mən indi nəyə bəyan eləməliyəm və necə bəyan eləməliyəm ki, işim tez və rüşvəti zəl olunsun?
May ayının 4-dən biz buna başlamışıq. İyun ayının 1-nə qədər ay ərzində, baxmayaraq ki, bir neçə bayram günləri də var idi. Deməli, həmin müddət ərzində 45 min elektron yük gömrük bəyənləməsi gömrük orqanlarına təqdim olunub. Bu balaca bir rəqəm deyil. Qeyd etmək istərdim ki, bunların da 10%-i artıq birbaşa olaraq sahibkarlar tərəfindən evlərindən, ofislərindən göndərilən bir elektron yük gömrük bəyənləməsidir. Nəzərə alsaq ki, bu yeni institutdur və bəyənləməni doldurmaq üçün müəyyən biliklərə malik olan mütəxəssislər olmalıdır. İstər şirkətlərdə, istərsə də fiziki şəxs özü üçün eləyirsə də bunu. O da müəyyən bir xüsusi gömrük biliklərinə malik olmalıdır. 10% birinci ay üçün heç də balaca bir rəqəm deyil. Rüşvət dedim, negativ dedim və yadıma düşür, bu qırmızı körpüdə tez-tez müəyyən problemlər yaranır və vətəndaşlar gətirdiyi mallara gömrükçülərin maneələr yaratdığını iddia edirlər, elə bizə də müraciət edirlər və s. Bəs bu problemlər necə həll olunmalıdır? Harda boşluq var ki, belə problemlər yaranır? Bilirsiniz, fiziki şəxslər üçün, öz ehtiyacları üçün gətirilməsi və Nazirlər Kabineti tərəfindən müəyyən olmuş bir qaydalar var. Həmən qaydalara əsasən hər bir fiziki şəxs öz tələbatı üçün $1500 həcmində hər hansısa 10 kiloqram çərçivəsində bir dəfə ərzaq, 3 blok siqaret və 3 litr spirtli içki gətirə bilər. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, həmin bölgədə yaşayan dırnaq arası bəzi işbazlar özləri və burası xüsusi adamlar da cəlb eləyirlər. Siqaret, tütün məmulatından gedir. İkinci mərhələdə isə spirtli içkidən və bunları qanunsuz yolla. Aydın məsələdir ki, gündə bir neçə dəfə olaraq heç Gürcüstan sərhədinə çatmayaraq, neytral deyilən belə bir bölgədə gedib oradan kimdənsə də 3 blok siqaret ya 3 litr spirtli içki, sonra müxtəlif çeşidli digər mallar alaraq öz şəxsi tələbat adı ilə gətirmək cəhdlərini gömrük orqanları almalı olurlar.